Bismillahirrahmanirrahim. Uşaq tərbiyəsi ağır və mühüm bir məsuliyyətdir. Uşaqları öz başına buraxmaq, onların öz-özünə böyüməsinə imkan vermək doğru yanaşma deyil. Tərbiyənin öz metodu və proqramı vardır. Hz. Peyğəmbər salavatullah hədislərin birində belə buyurur: Övlad 7 il ağadır. Bəzi insanlar bu hədisi tamamilə yanlış anlayaraq düşünürlər ki, uşaq 7 yaşına qədər tərbiyə edilməməli, ona heç bir söz deyilməməlidir. Bu isə kökündən yanlış bir fikirdir. Burada məqsəd o deyil ki, uşaq 7 yaşına qədər tərbiyədən kənar qalsın. Əksinə, bu yaşa qədər olan uşaqların tərbiyə metodu sadəcə fərqli olmalıdır. Bunun əsas səbəbi odur ki, uşaq 7 yaşına qədər özünü başqalarından üstün görür. Ona görə də birbaşa əmr və qadağalar, sərt tələb və ya hədələrlə müşayiət olunan davranışlar uşağa təsir göstərmir. Bu dövrdə uşağın fitrəti tələb edir ki, onun istəkləri nəzərə alınsın, əmr və qadağa ilə qarşılaşmasın, özünü həmişə böyük və üstün hiss etsin. Bu səbəbdən 7 yaşına qədər uşaqlardan itaət gözləmək əbəsdir. Daha düzgün yanaşma, oyuncaqlar, nağıllar, hekayələr və digər uyğun metodlar vasitəsilə uşağı maarifləndirmək və düzgün istiqamətə yönləndirməkdir. Bu mərhələdə istifadə edilən metodlar dolayı, amma təsirli olmalıdır. Zoraki üsullara ehtiyac yoxdur. Çünki bu cür tərbiyə əks nəticə verir. Əvəzində uşaq sevgi, şəfqət, hörmət və həvəslə tərbiyə olunmalıdır.